Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Şahbuz rayonunda qeydə alınıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu rayonda kreditlər üzrə faiz dərəcəsi 22,6% olub. Ən aşağı faiz dərəcəsi isə 6,1% ilə Şuşa şəhərində müşahidə olunub. Şuşadan sonra ən aşağı faiz dərəcəsi 12,1% ilə paytaxt Bakıda qeydə alınıb. Verilən kreditlərin böyük əksəriyyəti Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi kredit faizləri regionlarla müqayisədə 13,4% aşağı olub. Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında kreditlər üzrə orta faiz dərəcəsi belə olub.